2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib. Bu barədə Naxçıvan Perinatal Mərkəzindən məlumat verilib. Məlumata görə dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhərində yaşayan Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya gəlib. 2 kilo 600 qram çəkidə doğulan uşaq tam sağlamdır. Uşaq qeysəriyyə kəsiyi əməliyyatı ilə dünyaya gəlib. Təbibin nəzdindəki tibb müəssisəsində isə 2026-cı ilin ilk körpəsi Şamaxıda dünyaya gəlib. Təbibdən verilən məlumata görə yanvar ayının 1-i saat 00:40 radələrində Şamaxı rayon mərkəzi xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kiloqram 200 qramdır. Doğuş təbii yolla baş tutub, hazırda ananın və yeni doğulmuş körpənin vəziyyəti stabildir. Körpə 2001-ci il təvəllüdlü ananın 3-cü övladıdır.